Bayram tətili bitər-bitməz bölgələrə istirahətə, doğmalarını təbrikə gələnlər yenidən paytaxt Bakıya qayıtmalı olur. Bəs bu zaman avtovağzallarda sıxlıq müşahidə edilirmi? Bu sualımıza cavab tapmaq üçün ölkənin 4-cü böyük şəhərində yerləşən Mingəçevir Beynəlxalq Avtovağzalına üz tutduq. Müşahidələrimiz zamanı hər hansı sıxlıqda gözə dəymirdi. Baş dispetçer Behçət Məmmədov da bildirdi ki, insanların rahat gediş-gəlişini təmin etmək üçün həm iri tutumlu, həm də kiçik tutumlu avtobuslar təşkil edilib. Sərnişinlər bayramdan sonra yəni sıxlıq müşahidə olmağa heç imkan vermədik. Çünki əlavə hər gün 6 dənə böyük iri tutumlu, 10 dənə kiçik tutumlu, orta tutumlu avtobuslar təşkil etdik. Sərnişinlərə qiymət artığına imkan vermədik. Sərnişinlər də vaxtında mənzil başına çatmağını təmin elədik. Xeyr, hal-hazırda da ehtiyat maşınlar saxlamışıq. Əgər hansısa bir tünlük olsa, sıxlıq olsa, sıxlığı aradan qaldıracaq. Avtovağzal rəsmisi onu da bildirdi ki, sərnişinlərin gediş-gəlişi zamanı hər hansı qiymət artımının olmaması üçün nəzarət tədbirləri gücləndirilib. Nur şəhərindən yola düşən sakinlər rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırılır. Elvin Qudratov, Rahim İbrahimoğlu, Bugün İnformasiya proqramı üçün.